Hər kəsə salam. Bugün çox düşündükdən sonraki axşama nə bişirim ki, hər kəs o yeməkdən yesin. Qərara gəldim ki, özbək plovu bişirim. Həm də çoxdandır bişirmirdim bu yeməyi. Bilmirəm hər kəsdəmi belədir, yoxsa sadəcə bizdəmi belədir ki, yəni bizdə heç kimin yemək zövqü bir-biri ilə üst-üstə düşmür. Yəni bişən o bir qazan yeməkdən hər kəs yemir. Ona görə də hər gün yemək bişirərkən çox düşünürəm ki, nə bişirim. Bu gün də qərara gəldim ki, özbək plovu bişirim. Mən bu şəkildə bişirirəm. Çox da ləzzətli alınır. Yəni demirəm ki, bu şəkildə bişməlidir. Sadəcə mən bu şəkildə bişirirəm. Öncədən əti qaynadıram. Qaynadarkən də içinə mütləq soğan atıram. Məncə soğansız qaynayan ətin heç bir ləzzəti olmur. Və ət bişənə yaxında duz da əlavə edirəm içinə. Yəni duzsuz qaynayan ətin də məncə dadı ləzzəti olmur. Və düyünü də öncədən duzlu və limon duzlu qaynar suda saxlayıram ki, şişsin. Belə ət bişənə yaxın başlayıram digər ərzaqları hazırlamağa. Soğanı və kökü təreyağında qovururam. Sonra üzərinə əti biraz xırdalayıb əlavə edirəm ki, həm uşaqlar rahat yesinlər, həm də ki, məncə ət xırda olanda aşla dadı bir-birinə qarışır və daha ləzzətli olur. Düyünü də süzüb əlavə edirəm və düyünün suyu tamamilə çəkilənə kimi qovururam yağda. Ondan sonra 2 diş sarımsaq və sarı kök və ətin suyunu əlavə edirəm. Əgər lazımdırsa çaydandan da qaynar su əlavə edirəm və suyu çəkilənə kimi vamxodda bişirirəm. Bu qədər qızlar, belə çox gözəl alınır, dən qalır.